Salam əziz ikincilər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif Azərbaycan dili 2-ci hissə dərsliyinin səhifə 101-də olan ümumiləşdirici təkrarda tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Çalışma 4A. Mətni oxuyun. Hansı cümlə mətnin mövzusuna uyğun deyil? Mətnin ideyasını müəyyən edin. Biz təbiətin kiçik bir parçasıyıq. Təbiəti sevməli və qorumalıyıq. Çünki sağlamlığımız, yaşayışımız onunla bağlıdır. Sağlam olmaq üçün idman etmək lazımdır. Gəlin hər birimiz təbiətə qayğı göstərək. Deməli, burada mətnin mövzusuna uyğun olmayan cümlə sağlam olmaq üçün idman etmək lazımdır cümləsidir. Mətnin ideyası isə odur ki, təbiəti sevməli və qorumalıyıq. Çalışma 1. Mavi rənglə verilmiş sözlərdən uyğun gələnini seçməklə cümlələri oxuyun. Of, çantam necə ağırdır. Aha, nəhayət tapdım sizi. Vay, deyəsən açarı itirmişəm. Ay, az qalmışdı yıxılım. Elə bildim sən də gələcəksən. Gördüyümüz bu sözləri uyğun gələnini seçməklə cümlələri qurmuş oluruq. Çalışma C. Müraciət bildirən sözü və buraxılmış vergül işarəsinin yerini müəyyən edin. Gəlin, bunları müəyyən edək. Uşaqlar, vergül, fəal olun, vergül, vaxta az qalıb. Bax, vergül, Arif, vergül, gör nə gözəl çərpələnk hazırlamışam. Bax, Arif, gör nə gözəl çərpələnk hazırlamışam. Uşaqlar, fəal olun, vaxta az qalıb. Mənə təşəkkürnamə verdilər, vergül, ana. 4. Dostluğun qədrini bil, vergül, oğlum. Əziz qonaqlar, vergül, ad günümdə iştirak etdiyiniz üçün çox sağ olun. Nida işarəsi. Durmayın, vergül, dostlar, vergül, qarşıda bizi böyük işlər gözləyir. Gördüyümüz kimi müraciət bildirən sözlərdən sonra vergül işarəsinin yerini müəyyən etdik. Çalışma C. Nöqtələrin yerinə mörtəzdə verilmiş sözlərdən uyğun olanı seçin və cümlələri köçürün. Mən bundan sonra təbiətin qayğısına qalacağam. Mən babamla birlikdə ağac əkəcəyəm. Mən dostlarımla birlikdə quşlara yuva düzəldəcəyəm. Mən sabahdan başlayaraq hər gün kitab oxuyacağam. Çalışma C bu şəkildə. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik.